Səmərqəndə salon. Həm də bu xalanın başını daşıyır. Bir top dondurmanın qiyməti 10.000 sondur. Ölürəm soyuqdan. Burada Məhəmməd Peyğəmbərin əmisi Kusman ibn Abbasın məzarı yerləşir. Səhərin erkən saatlarıdır və mən Daşkənd Dəmir Yolu vağzalındayım. Sürət və rahatlığın adı olan Əfrasiyab qatarı ilə Səmərqəndə yola düşürəm. Qarşıda təxminən 2 saat 20 dəqiqəlik yol var. Klassik İpək yolu bugün reyslər üzərində davam edir. Səmərqəndə çatdım. Açığı Daşkəndin istisindən sonra bura məni biraz sərt qarşıladı. Əynimdə yay paltarı, qarşımda isə payız havası. Başlasın Səmərqənd macəramız. Səmərqəndin ürəyindəyəm, Registan meydanı. Bura 3 tərəfdən mədrəsələrlə əhatələnib və hər biri fərqli dövrlərə, fərqli tarixlərə aiddir. Registan qumlu yer deməkdir. Keçmişdə bura şəhərin ictimai və ticarət meydanı olub. Burada toplaşar, elanlar verilər, tədbirlər keçirilərdi. Bu binalar Səmərqənd İslam təhsilinin mərkəzi sayılıb. Ulubəy mədrəsəsi Əmir Teymurun nəvəsi Ulubəy tərəfindən inşa olunub. Bura rəsədxana və elmlə məşğul olan alimlərin toplandığı yer idi. Şirdar mədrəsəsi fasadında günəşin üstünə çəkilmiş şir fiqurları ilə məşhurdur. Bu, İslam memarlığında çox nadir təsvir sayılır. Tilla Kari mədrəsəsi qızıl işləməli mənasını verir. Zəngin bəzəkləri və mozaikaları ilə insanı özünə valeh edir. Burada həm mədrəsə, həm də məscid funksiyası var. İpək xalçalar sərgisindəyəm. Buradakı xalçalar təkcə döşəmə örtüyü deyil, minlərlə ilməklə toxunulmuş sənət əsərləridir. Hər xalçada bir nağıl, bir dövr, bir bölgə gizlənib. Registan kompleksi UNESCO-nun Dünya İrsi siyahısındadır. Bura Səmərqəndin Şərqin incisi adını qazanmasında mühüm rol oynayıb. Əsrlərin içindən boylanan bu meydan Səmərqəndin ruhunu ən aydın şəkildə hiss etdirən məkandır. İzləyicilərimdən biri dedi ki, Registana gəlib dondurma yemədən getmə. Mən də onun tövsiyəsinə qulaq asdım. Qeyd edeyim ki, bir top dondurmanın qiyməti 10.000 sondur. Səmərqənddə təhsil və mədəniyyətin simvolunu gördük. İndi isə şəhərin güc və irsini yaşadan növbəti ünvana gəldik. Arxamda gördüyünüz Əmirgür türbəsidir. Bura Əmir Teymurun dəfn olunduğu yerdir və Özbəkistan tarixində çox xüsusi yer tutur. Bu türbə 15-ci əsrdə inşa olunub. Əmir Teymurun göstərişi ilə tikilsə də, elə onun özü üçün taleyin qərarı ilə son mənzilə çevrildi. İncə naxışlar, göy qübbə və iç məkandakı ahəng həm bir Fatihin xatirəsini yaşadır, həm də Səmərqəndin memarlıq zirvəsini əks etdirir. İçəri girəndə hər şey sakitləşir. Bu məkan təkcə Əmir Teymurun deyil, həm də bir dövrün tarixini daşıyır. Burada Əmir Teymurla yanaşı onun ailə üzvləri də dəfn olunub. Növbəti ünvan Teymurun həyatında iz buraxan şəxsə ithaf olunub. Bibi xanım məscidi Əmir Teymurun sifarişi ilə tikilib. Bura vaxtı ikən Orta Asiyanın ən böyük məscidi hesab olunurdu. Bibi xanım Teymurun həyat yoldaşı və bu məscidin ilham mənbəyi. Deyilənə görə o dövrdə bu qədər böyük və möhtəşəm bir məscid tikmək o qədər çətin idi ki, bina öz ağırlığını belə güclə daşıyırdı. Divarlardakı naxışlar, günbəzlərdəki rənglər bu məkanın təkcə ibadət yeri deyil, həm də bir sənət əsəri olduğunu sübut edir. Səmərqənd səmasının altında yüksələn bu məscid bir qadının adına inşa edilmiş ən görkəmli tarixi abidələrdəndir. Məscidin həyətində yerli ustaların əl işlərinə də rast gəlmək olur. Taxta və dəmir üzərində incə naxışlarla hazırlanmış suvenirlər buranı daha da canlı göstərir. Siyop Səmərqəndin ən böyük və ən qədim bazarlarından biridir.
Bura həm yerli əhali, həm də turistlər üçün vacib alış-veriş məkanıdır. Burada əsasən yerli məhsullar, təzə meyvə-tərəvəz, çörək, ədviyyatlar, quru meyvələr satılır. Tutulmuş 10 50 metre, bunu 100 metre, engel 80 metre. Tadına bakın, tadına bakın. Çok güzel, bizim oralarda böyle erik yok. Bana yaşlısın. Bazardakı satıcıların hər biri çox mehribandırlar. Hər kəs sizə nəyinsə dadına baxmağı təklif edir. Uzbekçe bilmiyorum. Tadına bakın. Bu ne? Tutulmuş erik. Aa, bu farklı. Tadına bakın, afiyet olsun. Teşekkür ederim. Tadına bakın, afiyet olsun. Ben Azerbaycan'danım. Evet, ortak dil Türkçe olduğu için. Hayır, bizim dilimiz aslında fərqlidir biraz, ama ülkemizde Türk dizileri fazla izlendiği için biz Türkçeyi daha yakından öğrendik. Onun için buraya geldiğimden beri ortak dil olarak Türkçeyi kullanıyorum. Üzbekçe pek çok anlayamıyorum maalesef. Siyop bazarında qədim Səmərqəndin dadı duyulur. Buradakı satıcılar təkcə məhsullarla yox, həm də söhbətlərlə qazanırlar. Bazarın səs-küyündən uzaqlaşıb Səmərqəndin mistik məkanlarından birinə keçirik. Necəsi? Beni çekiyor. Şah izində orta əsrlərə aid türbələrin və məzarların toplusudur. Adı yaşayan şah mənasını verir. İnanca görə burada Məhəmməd Peyğəmbərin əmisi Kusman ibn Abbasın məzarı yerləşir. Bu türbələr 11-15-ci əsrlər arasında tikilib. Hər türbə sanki bir hekayə danışır. Kompleksin əsas oxu boyunca yerləşən bu türbələr ziyarət məqsədi ilə deyil, həm də nüfuz və ailə əlaqələrinin simvolu kimi inşa olunub. Əsas inşaat dövrü Əmir Teymurun və onun nəvəsi Uluqbəyin dövrünə təsadüf edir. Türbələr mavi kaşılar, mürəkkəb həndəsi naxışlar, xəttatlıq sənəti nümunələri ilə bəzədilib. Bu kompleks 2001-ci ildə Səmərqəndin tarixi mərkəzi ilə birlikdə UNESCO Dünya İrsi siyahısına daxil edilib. Bura Səmərqəndin ən çox ziyarət edilən tarixi yerlərindən biridir. Bu gün həm yerli, həm də xarici turistlər üçün mədəni və tarixi baxımından böyük maraq doğurur. Günün sonunda yemək yemək üçün restorana gəldim. Amma təsəvvür eləməzdim ki, burada özbəyi toyuna düşəcəm. Hər şey tamamilə təsadüfən oldu. Musiqi, rəqs, qonaqpərvər insanlar. Bir anlıq nə baş verdiyini anlamadım və özümü həmin ab-havanın içində tapdım. Hətta iş o yerə çatdı ki, Azərbaycan mahnısı çaldılar və mən də rəqsə qoşuldum. Səmərqəndin ikinci gününə şəhərin elmi irsini əks etdirən ən önəmli məkanlardan biri ilə başlayıram. Səmərqəndin elm tarixində mühüm yer tutan məkandayam. Uluqbək Rəsədxanası. Bu bina 15-ci əsrdə məşhur alim və hökmdar Uluqbək tərəfindən ulduzları öyrənmək üçün tikilib. Uluqbək və onun alimlər komandası bu rəsədxanada yüzlərlə ulduzun koordinatlarını müəyyən edib, 1018 ulduzun təsnif olunduğu məşhur ulduz cədvəlini tərtib ediblər. Bu rəsədxana o dövr üçün nadir elm ocağı idi. Burada toplanan biliklər Avropa alimlərinə də təsir göstərmişdi. Rəsədxana sonralar dağılsa da, onun yeraltı hissəsi və nəhəng kvadrant bugünə qədər qorunub saxlanılır. Səmərqəndin qədim məkanlarından biri də Əfrasiyab muzeyidir. Bura qədim Səmərqəndin, Əfrasiyab şəhərinin üzərində qurulub.
Muzey 1970-ci ildə Əmir Teymurun 660 illiyi münasibəti ilə açılıb. Muzeydə eramızdan əvvəl 6-cı əsrdən başlayaraq İslam dövrlərinə qədər olan dövrlərə aid tapıntılar sərgilənir. Gilqablar, məişət əşyaları, pul nümunələri, divar freskaları. Bu, böyük ailənin atəşxanasıdır. Qədim Səmərqənd sakinləri üçün müqəddəs hesab edilən od daim yanar saxlanılırdı. Ocaq qarşısında dua edib, odun ətrafında ayinlər icra edirdilər. Bu maket Əfrasiyab şəhərində aparılan arxeoloji qazıntıların miniatür nümunəsidir. Maketdə 10-cu əsrdən başlayaraq eramızdan əvvəl 4-cü əsrə qədər olan qatları görmək mümkündür. Belə ki, üst qat İslam dövrünü, alt qatlar isə soğuq, Yunan, hətta eramızdan əvvəlki dövrləri əhatə edir. Maket sayəsində bir şəhərin necə qat-qat qurulduğunu görmək mümkündür. Muzeyin ikinci mərtəbəsi bizi Səmərqəndin soğuk dövrünə aparır. Divarlarda təsvir olunan səhnələr kral sarayından gündəlik həyata qədər olan həyat tərzini gözümüzün önünə sərir. Bu ərazi UNESCO tərəfindən qorunan arxeoloji zona hesab olunur. Samarqandda salam. Sizlarni hurmat qilamiz. Bizlar hamisha duo qilamiz. Sizlarni yaxshi ko'ramiz. Özbekistanın ilk prezidenti İslam Kərimovun məqbərəsi qarşısındayam. O, Özbekistanın müstəqillik dövrünün əsas simalarından biri olub. İslam Kərimov 1991-ci ildən 2016-cı ilədək Özbekistanın dövlət başçısı kimi fəaliyyət göstərib. Səmərqəndin müqəddəs məkanlarından biri Həzrəti Xızır məscidindəyəm. Əfsanəyə görə bura müqəddəs Xızır peyğəmbərin ayağı dəyib. Məscid zaman-zaman bərpa olunsa da öz müqəddəs atmosferini və tarixiliyini qoruyub saxlayır. Məscid ilk dəfə 8-ci əsrdə inşa olunsa da, sonrakı dövrlərdə bir neçə dəfə bərpa olunub. Bugünkü görünüşə əsasən 19-cu əsrə aiddir. Küçədə rəqs edən özbək xanımlarını görüb dayana bilmədim. Özbəklərin belə açıq ürəkli və şən olması səyahətimi daha da unudulmaz etdi. Səmərqənd təkcə tarixdən ibarət deyil. Burada müasir dövrün ruhunu da hiss etmək mümkündür. Səmərqəndin müasir memarlıq simvollarından biri. Bogi şəhər, əbədi şəhər kompleksindəyəm. Burada hər küçə, hər bina özündə keçmişin izlərini daşıyır. Amma bugünə uyğun təqdim olunur. Bogi şəhər restoranındayam. Sifarişim Özbəkistan mətbəxindən olan laqman şorbasıdır. Dadına baxaq görək necədir. Tərkibində ərişdə, ət, tərəvəzlər, rəngli biberlər, göyərti var. Biberin baskın dadı hiss olunur. Həqiqətən çox fərqli bir yeməkdir. Fərqli bir ləzzətdir. Mükəmməldir. Yağışda İstanbul'un üçün girdim mağazalardan birinə burada. Dedim ki, çətir hardan ola bilərəm və təbii ki, dedilər burada çətir satılmır ümumiyyətlə. Sağ olsun xanım mənə dedi ki, gəl əyləş burada gözlə. İçində yağışda deyəsən dayanmaq istəmir. Qalmışam belə. Oturmuşam mağazada malıma. Yer verdilər sağ olsun. Ölürəm. Soğukdu, çox soğukdu. Əgər Registan klassik musiqidirsə, Bogi şəhər remix versiyasıdır. Tarixi üslub eyni, amma təqdimat fərqlidir.
Burada Özbəkistanın tarixi bölgələrinə aid müxtəlif memarlıq üslubları əsasında tikilmiş küçələr və binalar bir araya gətirilib. Kompleksdə qədim bazar atmosferini xatırladan dükanlar, xalçaçılıq, keramika və taxta oyma kimi ənənəvi sənət növlərinin canlı nümunələri təqdim olunur. Kompleksin içindən keçən süni kanal və onun üzərindəki körpü bu məkana xüsusi bir ahəng və sakitlik qatır. Su axını qədim şəhərlərin arxitekturasını xatırladır. Körpü isə ziyarətçilərin bir məhəllədən digərinə keçidini simvolik şəkildə tamamlayır. Dəhşət Leysandır. Burada mən hər havanı gördüm. Qayıdıram otelə, özümə gəlim çünki rəsmən suyun içindəyəm. Belə. Paxıllığım tutdu ki, niyə Bakıda, Azərbaycanda belə yerlər yoxdur. Dedilər ki, Registanın gözəlliyi axşam üzə çıxır. Mən də gəldim. Gündüz buranı tarix danışırdı, indi isə işıqlar danışır. Registan axşamlar tamamilə başqa cür nəfəs alır. Taksidə isə məni uzaqlardan tanış bir səs qarşılayırdı. Namiq Qaraçıqoğlu'nun Havanın Gül Balası. Bu şarkı ta benim çocukluğumdan var. Ben de seviyorum bu enteresan. Səmərqənddən bu qədər. Buradan gözəl xatirələrlə ayrılıram. İndi isə növbə Buxaradadır. Orada görüşərik.